Hər vaxtınız olsun, hörmətli Türkəs TV-nin izləyiciləri. Hal-hazırda mən Yeni Yasamal 2-dəyəm. Buradan keçərkən bir məqama rastlaşdım yenidən. Burada baxın, Yeni Yasamal 2-də bir mağazin gözümə dəydi. Burada gördüyünüz kimi şəhidlərimizin şəkillərini yaşadıblar. Sağ olsun buranın hüddiyyəti şəhidlərimizin şəkillərini öz lövhəsinə yapışdırmışdı. İndi verəcəyik ona sözü. Salam, hər vaxtınız xeyir. Özünüzü təqdim edin. Biz sizə çox təşəkkür edirik ki, şəhidlərimizi siz anırsınız. Hətta şəkillərini öz mağazinin önünə yapışdırmışsınız. Bu nə ilə belə irəli gəlir? Salam əleyküm. Şəhidlərin şəklini ola bilməklə, yəni bu bizim hər birimizin borcudur. Yəni biz onların şəkillərini belə mağazalarımızın qarşısına vurmaqla biz ondan özümüzə təsəlli veririk. Onlar bizim nəinki mənim hər birimizin borcudur. Yəni onların borcundan çıxmaq, biz onların borcundan çıxmırıq. Amma yəni bundan özümüzə təsəlli tapırıq ki, mağazalarımızın qarşısında bunları sərgiləyək. Hamı tanısın, tanınan da var, tanınmayan da var. Yəni hər kəs hamısını tanısın. Çox sağ olun ki, şəhidlərimizi belə anırsınız və onları yaşadırsınız. Təşəkkür ederim. Siz də Allah sağ olun ki, çəkib paylaşırsınız. Siz də sağ olun. Borcumuzdur. Şəhidlər bizim baş tacımızdır. Şəhidlərimizə rəhmət eləsin.